İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalasın Gürcüstanla bağlı açıqlamaları hakim komandada qiymətləndirilir. Gürcüstanın baş naziri İrakli Qobaxidzinin sözlərinə görə Kaya Kalas Gürcüstanın ərazisinin 100%-nə olan suverenliyini tanımır. Bunun isə Avropa bürokratisiyası üçün çox faciəvi hal olduğunu bildirir. Qobaxidze qeyd edib ki, onlar Gürcü xalqından və Gürcüstandan hökumətindən ayrı-ayrılıqda danışırlar. Baş nazirin sözlərinə görə isə Gürcü xalqı hökumətə ardıcıl olaraq 2 dəfə əvvəlcə 2024-cü ildə, daha sonra isə 1 il sonra 2025-ci ildə güclü etimad göstərib. Xatırladaq ki, Kaya Kallas Gürcü arzusu ilə Qaradəniz təhlükəsizlik siyasəti çərçivəsində əməkdaşlığın necə mümkün olması ilə bağlı suala cavab olaraq bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini dəstəkləmək istəmir. Əsas məqsədi isə Gürcü xalqına dəstək verməkdir. Kallasın sözlərinə görə Avropa İttifaqının Gürcüstanla bağlı müəyyən çətinlikləri var. Çünki hazırda hökumətlə münasibətlər demək olar ki, mövcud deyil. Buna görə də Avropa İttifaqında Gürcü xalqına elə dəstək verməyin yolları müzakirə olunur ki, onlar Avropa perspektivinə olan ümidlərini itirməsinlər. Gürcüstan prokurorluğu və ABŞ-ın Gürcüstandakı səfirliyinin regional təhlükəsizlik xidmətinin birgə keçirdiyi əməliyyat nəticəsində ABŞ-da sığınacaq almaq üçün Gürcüstan vətəndaşlarına saxta hekayələr və sənədlər hazırlayan cinayətkar qrupun üzvləri müəyyən edilib. Gürcüstan prokurorluğu həmin cinayətkar qrupun daha 4 üzvünə qarşı ittiham irəli sürüb. Onlar Gürcüstan vətəndaşlarının xarici ölkədə qanunsuz qalmasına kömək etmək, ABŞ-da sığınacaq almaq məqsədi ilə yanlış məlumatların təqdim edilməsini təşkil etmək, həmçinin saxta rəsmi sənədlərin hazırlanması və satışı ilə bağlı ittiham olunurlar. Cinayətkar qrupun üzvləri vətəndaşları inandırıblar ki, hazırladıkları sənədlər və uydurduqları hekayələr vasitəsilə ABŞ-da problemsiz şəkildə sığınacaq ala biləcəklər. İstintaqın məlumatına görə bu qrup bu fəaliyyət nəticəsində ümumilikdə 675.794 lari, 388.526 ABŞ dolları, 4.964 avro məbləğində maddi gəlir əldə edib. Bu cinayətə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkənin 9 regionunda korrupsiya ittihamı ilə 28 nəfəri saxlayaraq cinayət məsuliyyətinə cəlb edib. Onlar 14 ayrı cinayət işi üzrə ittiham olunurlar. İttihamlar arasında rüşvət alma, saxta rəsmi sənədlərin hazırlanması və satışı, qrup halında kommersiya rüşvətxorluğu, dövlətə məxsus vasitələrin torpaq sahələrinin fırıldaq yolu ilə mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə halları yer alır. Bu barədə məlumat Dövlət Təhlükəsizlik Xidmətində keçirilən briefingdə açıqlanıb. Saxlanılan şəxslərə artıq ittiham təqdim edilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı qanunla müəyyən edilmiş müddətdə qərar verəcək. Tel-Avivdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri fəal şəkildə davam etdirilir. Əraziyə texnika cəlb olunub, çay məcrasının sahillərinin möhkəmləndirilməsi işləri aparılır. Su basmış obyektlər, parklar və küçələr təmizlənir. İşlərdə obyektlərin əməkdaşları ilə yanaşı fövqəladə hallar xidmətlərinin xilasediciləri və könüllülər də iştirak edirlər. ABŞ yeni hücum dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə gecə saatlarında İranın 5 şəhərində yerləşən obyektlər hədəfə alınıb. Hücumların əsas hədəfləri arasında sahil müdafiə sistemləri və raket obyektləri olub. Qurum bildirib ki, bu zərbələrdən sonra İranın kommersiya gəmilərinə qarşı hücum imkanları daha da azalacaq. Eyni zamanda İran tərəfi ABŞ-ın Küveytdə yerləşən hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb. İranın ordusunun məlumatına görə hücumlar rabitə sistemləri, yanacaq, çənləri və sursat anbarlarına yönəlib. Tehran bu addımı ABŞ-ın təkrarlanan təcavüzünə cavab kimi qiymətləndirib. Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında 2 neft tankerinə hücum edib. İran mediasının məlumatına görə ABŞ zərbələri nəticəsində 3 nəfər həlak olub. Avropa Aviasiyası Təhlükəsizliyi Agentliyi isə aviaşirkətlərə xəbərdarlıq edərək Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin hava məkanlarında və Oman körfəzi akvatoriyası üzərindən uçuşlarından çəkinməyi tövsiyə edib. Muxrani ambulatoriya mərkəzində əhali üçün tibbi skrininq keçirilib. Skrininq çərçivəsində təxminən 100 vətəndaş həkim mütəxəssislərin konsultasiyalarından yararlanıb və zəruri tibbi müayinələrdən keçib. Həkimlərin izahına görə bu cür təşəbbüslər xəstəliklərin erkən aşkarlanmasına, vaxtında diaqnostikaya və effektiv müalicəyə əhəmiyyətli dərəcədə kömək edir. Layihə Səhiyyə Nazirliyinin Medical Holding tərəfindən Tbilisinin Respublika xəstəxanası ilə birgə həyata keçirilir. Layihənin məqsədi ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir.
gücləndirilməsi, xroniki xəstəliklərin qarşısının alınması, onların erkən aşkarlanmasının təmin edilməsi və regionlarda yaşayan əhali üçün keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının artırılmasıdır. Tbilisinin 120 saylı dövlət məktəbində bərpa işləri davam etdirilir. Aparılan işlər barədə məktəbin müəllimlərinə və valideynlərə Bələdiyyə İnkişaf Fondunun icraçı direktor müavini Kvara Çartolyani və parlament üzvü Vladimir Bojadze yerində məlumat veriblər. Təxminən 1000 şagird üçün nəzərdə tutulan 120 nömrəli dövlət məktəbinin yenilənməsi Dünya Bankının birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Layihə çərçivəsində məktəb binası beynəlxalq standartlara uyğun şəkildə tam yenilənəcək. Həmçinin müasir idman zalı tikiləcək və açıq idman meydançası yaradılacaq. Təhsil müəssisəsi xüsusi təhsil ehtiyacı olan şagirdlər üçün tam uyğunlaşdırılacaq ki, bu da məktəbdə inklusiv mühitin formalaşdırılmasına xidmət edəcək. Qıldani rayonunda 14 saylı uşaq bağçasının yeni binasının tikintisinə başlanılıb. Tikintinin təməl hissəsinə Tbilisi meri tərəfindən simvolik kapsul yerləşdirilib. Layihəyə əsasən yeni bağça 8 qruplu olacaq və təxminən 250 uşağa xidmət göstərəcək. Uşaq bağçasının binası müasir Avropa standartlarına uyğun tikiləcək və uşaqların təhlükəsizliyi ilə bağlı bütün tələblərə cavab verəcək. Bu ərazidə əvvəllər qəzalı vəziyyətdə olan bina mövcud idi. Həmin bina sökülüb və onun yerində yeni uşaq bağçası inşa olunur. Gürcüstan Milli Statistika Xidməti süni intellektə əsasən NEQ təsnifatının yeni axtarış portalını təqdim edib. Tədbir çərçivəsində Sankstat və Gürcüstan İqtisadi İnkişaf Korporasiyası arasında əməkdaşlıq memorandumu da imzalanıb. Razılaşmaya əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, peşəkar təcrübə mübadiləsi, məsləhət xidmətlərinin göstərilməsi, statistik və digər məlumatların paylaşılması, eləcə də rəsmi statistikanın təşviqi istiqamətində əməkdaşlıq edəcəklər. Süni intellektə əsasən sistem istifadəçilər tərəfindən təqdim olunan məlumatları təhlil edir və ehtiyac olduqda əlavə dəqiqləşdirici suallar verir. Bu isə iqtisadi fəaliyyətə uyğun kodun daha da müəyyən edilməsinə imkan yaradır. Yeni portal gürcü və ingilis dillərində əlçatandır və aşağıdakı istifadəçilər üçün nəzərdə tutulub. Müəssisə nümayəndələri, sahibkarlığa başlamaq istəyən şəxslər, dövlət qurumlarının əməkdaşları, maliyyə uçotu üzrə mütəxəssislər, fəaliyyət kodunu müəyyən etməyə ehtiyacı olan bütün istifadəçilər. Bugün Çarqalda Vajaoba bayramı qeyd olunur. Müxtəlif tədbirlərlə zəngin olan bayram mərasimində yerli sakinlər və müxtəlif sahələrin nümayəndələri iştirak ediblər. Bayram qədim Puşavi ritualı ilə başlayıb. Yaşlı puşavlardan ibarət Bermuxa ansamblı Ferxisa rəqsini ifa edib. Tədbir çərçivəsində Gürcü-Yapon kitab təqdimatı keçirilib. Vaja Puşavelanın və Yapon müəllifin əsərləri təqdim olunaraq iki mədəniyyətin və iki ədəbi nümunənin müqayisəsi aparılıb. Bu layihəni Gürcü müəlliflər Giya Alibeğaşvili və Mamuqa Çanturaya təqdim ediblər. Sonda isə Tel Aviv şəhərində yerləşən Vaja Puşavela adına teatr Nanuqa Xuskvadzenin rəhbərliyi ilə tamaşaçılara Aluda Ketalauri tamaşasını təqdim edib.